Siz bilirsiniz, Ramazan ayı çıxandan sonra Fitr bayramının çıxmaqla Fitr bayramı keçən günü 6 gün biri digərinin ardıcan oruç tutmaq tövsiyə olunur. Qəzası olan deyil, qəzası olmayan müstəhab. Baxsın da vəziyyətə. Niyə 6 gün deyirlər oruç tut? Cavab verirəm sizə. Adamın evinə bir qonaq gəlsə, hörmətli qonaq gəlsə, insan neyinir o gedəndə? Çıxır onu yola salır yoxsa yox? 5-6 addım yersən ondan. Sanki Ramazandan sonra 5-6 addım gedirsiniz, ayı yola salırsınız. Yəni gedirsən. İkinci mənası bilirsən nədir? İkinci mənası budur ki, demək istəyirsən, sanki mən səndən bezməmişəm ha. Mən səndən bezmədim ha. Mən oruç tuturam sən çıxandan sonra, yenə də 6 gün. Birdən bəzi insanlar deyər, şükür Allaha qurtardı. Belə fikirləşər. Nə bağda bu kəlmələri deyəsiz? Allah alar əlimizdən gələn Ramazan orucu. Adamlar var, tuta bilmədi, xəstəlikdən indi üzürlü səbəbi oldu. Amma ürəyi qaldı bu Ramazan ayında. Amma Allah sizə bizə nəsib elə daxı. İndi o qardaşlarımız, bacılarımız da tuta bilməyib, o demək deyil, üstün insan deyirlər. Xeyr, indi müəyyən səbəblə nəsib olmadı. Amma indi ki sizə nəsib olub, birdən belə gileylənərsiniz, şükür Allaha heç nə qalmayıb. Bu kəlməni demişsinizsə tövbə edin. Belə şeyə şükür düşməz. Əlimizdən çıxır böyük bir ay. Digər mənası nədir 6 günün? Ayədə var Quran-ı Kərimdə mən cəə bil həsənə fələhu əşru əmsaliha. Kim bir dənə yaxşı əməl eləsə 10 pay verirlər. Ramazan gündə 30 gün tutdunuz, sanki 30'u vurdun ona 300. 6 gündə tutsun, 6'ını ona vursun 60, 360. Yəni bu qədəni tutsun, sanki bir il oruç tutmusan. Bir mənası da budur. Və Ramazan ayının sonuncu günü, onun axşamı, yəni o axşamdan sonraki səhər gəlir Fitr bayramıdır. Həmən axşamı bizə hədislərdə deyiblər, əhya saxlayın, oyaq qalın. Hətta belə oxudum hədisi. Siz elə bilməyin, Qədr gecələrindən aşağıdadır bunun fəziləti. Elə düşünməyin. Fəziləti misilsizdir. Əli əleyhissalam haqqında oxudum ki, heç vaxt o günləri yatmazdı, oyaq qalardı. Hədis belədir, mən əhya leylətəl eyd ləm yəmut qalbuhu. Kim o gecəni oyaq qalsa qəlbi ölməz. O gündəki bəzilərin qəlbi öləcəyi qiyamət günü, ölü qəlblə gələcəklər ilahi səhnəyə, bu qrup insanların qəlbi ölməz və diri qalır. Əməllərindən deyirəm sizə, o gecəni verməyin bunlar əldən al. 6 rikətlik namazı var. 2 rikət qılacaqsınız, 3 dənə. Niyyətiniz bu olacaq, bu gecənin namazını qılıram qürbətən Allah. 2 rikət. Hər rikətdə Fatihədən sonra 5 dənə ixlas. Hər 2 rikətdə salamı deyəcəksiniz. Hədisdə var, kim bu namazı qılsa, qiyamət günü nəinki özü cənnətə gedər, öz ailəsini şəfaət edib əlindən tut cənnət aparar. Bu qədər savab var bu namazın. İndi ailədə ola bilər namaz qılırdı da, günahı da çox idi. Allah o namazı qılan insana icazə verər, məsələn, xanımdır tutaq kişini apar, kişidir xanımı apar, ya ananı apar. O siz üçündür.